Salam, necəsiniz? Bu günlərim mənim üçün yeni bir başlanğıcdır. Dünənlərim təlimdə artıq xanım mənə ideya verdi ki, məndən əvvəlcə soruşdu ki, sən nə sevirsən? Mən də dedim, əvvəl mıncıqla məşğul olmağı. İndi deyir ki, bunu daha yaxşı eləmək üçün yaxşı eləyə bilərsən. Dedim, bəli, elədim. Mən indi ailəmlə getdik mıncıq aksesuarlarını almağa. Dostlar. Necəsiz? Yeni mıncıq axtarışındayıq. Nəhayət yeni mıncıqlar tapdıq təlimdən. Mən Aytaç xanımla təşriflə görüşəndə mənə bir ideya verdi. Sən nə etməyi xoşlayırsan? Mən dedim mıncıq düzməyim. Bu arada da dedim, sən mıncıq düzməyə yenidən başlamaq istəyirsənmi? Hə dedim, mən hə dedim. Mıncıq düzmək mənim tennisdən qabaq bir məşğuliyyətim olub. Biraz ara vermişdim. Tennis və dərslərə görə ara vermişdim. Aytaç xanım sanki bu işi təzə şeyləmə kömək oldu. Bir səbəbdən gəldik. Gəlin nə qəşəng mıncıqlar almışam. Demirəm, çayın ismendiyası burayaqdır. Mən belağını demirəm sizə. Ən çox haqqlı bu tutub dostlar. Xırdavat şeylər. Gəlin göstərə şeyləyim. Belə şeylərimiz var. Sığa üçün. Belə boşaldım. Belə sepinin ucuna taxmalıq şeylər almışam. Planlar almışam. Ən çox haqqlı xırdavat şeylər tutub. Belə şeylər. Sığa ucuna. Sonra da bir şeylərimiz var. Sonra mənim üçün ən maraqlısı fosfor oldu. Mənim kursdan keçib Aytaç müəlliməm var. İlk öncə dərsin əsasında balaca biznesindən başlamalıydım. O da məndən sorğu-sual elədi. Dedim ki, zaten əlindən gələn mıncıqlardır. Mən əvvəl də mıncıqlarla məşğul olduğuma görə əvvəldim. Deyib, nə demişsin, gəl başla qəşəng əl işlərin hesabını düzəlt. Mənim boş vaxtlarımda üçüncü məşğuliyyətim bu olacaq. Sifarişlər də alıram. İlk öncə biraz aşağı qiymətlə, sonra qalxacaqam. İlk öncə təsvir sifarişimiz var. Mənim canım əlimdən. Bundan onun içində qara mıncıqlar almışam. Qəşəng xoşuna gəlir inşallah. Dostum, məncə xoşuna gəlir. Gələr. İlk öncə sifariş edən İxtiyar əmim oldu. İxtiyar əmim üçün belə təsvir düzəldəcəm. İlk öncə sifarişim budur. Qəşəng mıncıqlardan. Belə jilkalar da almışam mıncıqları keçməyə. Nazik jilkamız da ipdir. Jilka, hə. Rezende obsta ipdir. Bəli. Yavaş-yavaş bana adlandırırsanız. Qəşəng. Sizcə qəşəng alınacaqmı? Yeni biznesim. İnşallah. Bugün gedib bir günümü mıncıq almaq istəmişəm. Artıq birini düzəltdim. Sırğa kimi birini düzəltmişəm. Burada bir neçə kumanda almışam və sırğa ölçüdə almışam. Bunun ikinci tayını hazırlamaya başlayacağım. Sizcə necədir? Mən artıq kiçik biznesimi başladım Aytaç xanım sizin sayənizdə. Artıq sırğalarım hazırdır. Təsbih yığıram indi. Belə bir şey ideya verirsin. Çox sağ olun. Artıq mən kiçik biznesimə başlamış sayılırım. Belə. Burada yeri var. İnşallah keçirdə bilərəm. Keçdi. Aferin. Görün nə qəşəng şirin alındı. Çox qəşəng alındı. Belə. Görün nə qəşəng alındı. Bunlar tez hazırlanır. İlk öncə bunlardan başladım. Sonra belə bir dəst hazırlayacağım. Sırası və qolbansı da hazırlanacaq. Gəlin yaxşı göstərmək üçün gəlib belə eləyək. Belə. Bu sepi. Görün nə qəşəng alındı. Belə bir şey oldu. Bu da sırası. Qolbansı da hələ hazırlanacaq. Bu da sırğa. Artıq bir sip, 2 sırğa. Bu da təsbih hazırdır. Belə.
romanca keçmək üçün necə bir ideya tapmışıq. Məncə oturuq düz bir yerdə. Sonra keçirdik belə. Artıq bir neçəsini hazırlamışam. Bir daha da sarı keçirdəcəm. Sonra balacalarla işləmək çətin də olsa, amma yolunu tapmışıq. Aferin. Ellerine ısıtlatı. Keçirdim. Bu da geçecek de belki. Yes, keçir. Tələsmə. Hə. Aferin. Sonra nasıl biraz keçirdim. Xırda mıncıqlarla işləmək biraz mənim üçün çətindir. Artıq mıncıqlarla işləməyimin ikinci günüdür. Bura baxın siz, bir nə qəşəng alınacaq sonda. Evet, ellerine sağlık. İndi mirvarin keçirtməyə çalışacağım. Mirvarin keçirtmək üçün də 2 yukarıda əlimizə alırıq arkadaşlar. Artıq bir neçə 2 gündür sifarişlərlə uğraşıram. Yəni sifariş də hazırlayıram. Bu dərsdən sonra sifarişləri hazırlamaya başladım. Məncə. İndi başqa bir qolbağa başladım. Tam geldi. Bırak getir. Bir beşiz bağlanacak. Şimdi sarı tabak lazım. Sarı dedim. Kırmızı geldi önemli. Sarı. Taktım. Şimdi sarı kesmeye başlıyoruz. İnşallah bunda kesecek anne. Adam nerede ölçüsü ne kadarmış. Süper kesirden verdim. Ne yapayım? Süper asırdım. Daha doğrusu biraz da asırımdı. Ama biraz olsun ölçüştüm. Şimdi biraz. Sen benden kaçır. Bak benden kaçır asla. Böyle. Asısın. Şimdi hepin arasısın dedim. Anlatarak. Bunun hatta içinden başlayıp çizmeye. Aferin. Tez gidiyor aferin. Getirdi hocam. Heyecanlanma. Ne var ya burada? Getirdi. Sen bunu başarırsan. Başarırsan da ne var mı ağzın? Bunu başarırsan. Aferin. Değil mi? 100 martı da versin. Az. Bu kadar heyecan geçirirsen sen. Şimdi sarı geçirmeye başlayacak. Ha yine. Allah. Biraz sarın. Tapmakta çətinlik var. Sarı değil. Aferin. Ay desene gülürü. Ne tabi bakarıysa. Bu kız ne gayrı? Bu kız da işle meşgul. İşe düzelip. İşe düzelmişim. Onunla meşgul olurum artık. Şimdi gel başka kırmızı geçelim. Askeri ne takmışsın? Allah bilir. Getireyim. Zahmet ablası. Dedi saat 10'şu. Hemen devam ediyorum. Birazdan aklıma gidip tak.